Salam dostlar, hər vaxtınız xeyir. Ümid edirəm hər biriniz yaxşısınız. Mən Ləman Qarazadə. Bugün sizlə ingilis dilindən növbəti qəbul tipli bir sınaq izahına baxacağıq. Artıq bilirsiniz, qəbula sayılı günlər qalıb və hər gün sürətli şəkildə çoxlu testlər, sınaqlar işləmək lazımdır. Bu bizdə bir növ vərdiş yaratmasına kömək olur ki, imtahanda bunun faydasını həqiqətən görəcəyik. Növbəti bir qəbul tipli sınağımızı sizdən Telegram kanalımızda paylaşmışdıq. Ümid edirəm artıq işləmisiniz və bugün doğru cavablara, səhvlərə bir yerdə baxacağıq. Gəlin birinci başlayaq listeningdən. Bilirsiniz ki, imtahanda listeninglə başlayır. 5 sualdır və bizim suallara qulaq asmamışdan əvvəl, yəni listeningə qulaq asmamışdan əvvəl 2 dəqiqə baxmaq üçün vaxtımız olur. Həmin 2 dəqiqə ərzində nə edirik? Asan suallara bir, çətin suallara bir baxırıq. Demək olar bunu bütün videolarda, bütün dərs izahlarında qeyd edirəm. Siz də çalışın, bu metoddan istifadə eləyəsiniz. Asan suallara və çətin sualları bir-birdən ayırıb 2 dəfə fərqli qulaq asanda, yəni hər 2 dinləmə zamanı baxsaq, bu həqiqətən də bizə çox kömək olacaq ki, bütün sualları cavablandıraq. Çünki bir qulaq asmaqla bir dəfəyə 5 sualın hamısını yazmaq mümkün deyil. Hətta bunu mən belə yaza bilmərəm. Çünki bəzən diqqət dağılması, bir sualdan digərinə fokuslanmaq kimi hallar baş verir və bizdə çaşqınlıq yaradır ki, sualın hansının cavabını dedi, hansı isə qaldı. Ona görə suallara yarı-yarı baxmaq lazımdır. Məsələn, asan və çətin sualları birinci gərək təyin eləyək. Burada ikinci sual asan tipli sualdır. Çünki cümlənin ardını variantlardan eşidib tamamlamalıyam. Burada daha bir asan sualımız 4-cü sualdır. Konkret bir sual soruşur və onun cavabını tələb eləyir. Çətin suallarımızdan nisbətən çətin. Deməli, burada var birinci sual. Biraz, yəni orta səviyyə demək olar buna. Çünki variantlardan birinin olduğu kimi eşidəcəm. Hansısa bir söz dəyişdirilmiş versiyada verilib digər variantlarda. Və bundan biraz nisbətən çətin olan isə 3-cü və 5-ci sualdır. Burada isə dialoqa ikinci dəfə qulaq asandan sonra, tam hakim olduqdan sonraki söhbət nədən gedir, o zaman artıq müəyyən eləyə bilərəm ki, mətndən çıxan ideya hansıdır və dialoqda hansı sualın cavabı var, hansı sualın cavabı yoxdur. İndi mən sizin üçün listeningi səsləndirəcəm və ondan əvvəl istəyirəm ki, sizə həmin bu listeningin suallarını bir növ tərcümə kimi köməklik göstərim. Yəni, əvvəlcə tərcümə eləyək, suallarda nələrin bizdən soruşulduğunu qısa da olsa başa düşək, özümüz üçün açar sözlər götürək və daha sonra qulaq asaq. Deməli, birincidə bəzi sözlər ola bilər ki, indi tərcüməsini bilmədiyimiz sözlər, həmin sözləri qeyd edirəm burada. Overwhelm təsirlənməkdir. Deyir ki, John səhnələrin çoxluğundan təsirlənmişdir. B variantında, məsələn, buzzing, vızıldamaqdır. Qulağında vızıldayır, deyir. O, hələ də qulağında vızıldayan o səsdən narahatdır. Emily'dən danışır. Bu arada adlara diqqətli olmaq lazımdır. Bəzən adlar bir-birinə oxşuyur. Onların kişi və ya qadın olduğunu müəyyən etmək olmur. İlk danışanın kim olduğunu tuta bilsək, növbəti də onun adını çəkəcək. Bu şəkildə ardıcıllıq davam eləyir. C variantına baxırıq. John was completely confident. Confident bilirsiniz ki, əmin olmaqdır, inanmaqdır. Deyir ki, John səhnənin harada başlayacağına tamamilə əmin idi. Daha sonra D variantı initial, ilkin deməkdir. Hesitate, tərəddüd etmək, çəkinmək. Deyir, əvvəlcə o festivala getməkdən çəkinirdi. Yəni, getməyə tərəddüd eləyirdi ki, getsin ya yox. Y variantında burada deyir ki, Emily dinc atmosferi bəyənirdi. Yəni, sakit bir atmosfer olub orada və o bunu bəyənib. Deməli, hansısa bir musiqi festivalından, oradakı səs-küylərdən təsirlənmək, səhnələr və s. bu kimi sözlər var deyə belə bir ab-hava təsvir olunacaq. 2-də deyir ki, Spectres of the India Band, deməli, India qrupunun tamaşaçıları, cümlənin ardını tapmalıyam, tamaşaçılar, məsələn, A variantında deyir ki, bəyənmədi, disapprove. B variantında deyir ki, yarıda tərk etdi, left. C variantında deyir ki, artıq emosional olaraq tükənmişdilər, yorulmuşdular. D variantı olaraq, D variantında qeyd edir ki, musiqiyə tamamilə qərq olmuş kimi görünürdü. Immerse qərq olmaqdır, simdə görünmək. Y variantda isə deyir, müğənnini çətinliklə eşidirdi. Barely, hardly'nin sinonimidir. Demək olar ki, müğənnini eşitmirdilər. Deməli, tam əmin olduq ki, söhbət bir hansısa konsertdən gedir. 3-cü suala baxırıq. 3-cü sualda deyir, dialoqdan aydın olan fikir hansıdır? Burada deməli, A variantında deyir ki, John Tayland noodle ərişdədir də, bilirsiniz. Noodle ərişdəsini yemədi, deyir. Ərişdə dükanındakı yeməkləri yemədi. Deməli, A variantı belə. B variantında John burgerdən zövq aldı, çünki o vegan idi. Baxaq görək indi doğru olacaq, yoxsa yanlış.
C variantında deyir, John növbəti dəfə Tayland ərişdəsindən imtina eləyəcək, yəni avoid, uzaqlaşmaq, növbəti dəfə də yemədi, istəməyəcək, bu kimi. D variantında John vegan burgerini o qədər çox sevdi ki, başqa birini də istədi. Və Y variantında burgerin dadı əla olsa da, tasted great, Johnu ac qoydu. İndi onların yeməyi ilə bağlı diqqətli olmaq lazımdır. Burada da dediyim kimi əsas adlara fikir vermək lazımdır ki, kim hansını yeyir. 4-də dialoqa uyğun olaraq sualı cavablandırırıq. What surprised Emily towards the end of the festival? Deyir, festivalın sonunda Emily nə təəccübləndirdi? A variantı izdihamlı nəqliyyat, ictimai nəqliyyatın izdihamlı olması. B variantında işıq şousu. C variantında sirk tamaşası. D variantında akrobatların performansı çıxışı və Y variantında aktyorların, sənətkarların canlı aktyorluğu, yəni daha canlı oynaması. Və gəldik 5-ci suala. 5-ci sualda deyir, dialoqda hansı suala cavab var? A variantı how many performance deyir. Neçə performansı buraxıblar? Miss buraxmaqdır, yəni çatmayıblar, baxa bilməyiblər. B variantında deyir ki, sirk tamaşasının neçə dənəsini buraxıblar, yəni neçə sirk tamaşasına baxmayıblar. Miss buraxmaqdır bu arada. C variantında deyir, onların festival biletləri neçə günü əhatə eləyir, neçə günlük biletləri idi. D variantında festival zamanı hava necə idi, was the weather. Və Y variantda bu il festival nə qədər davam etdi, last burada davam etmək mənasındadır. Bütün sualları tərcümə elədik, ən azından açar sözlərimizi qeyd edirik, hara qulaq asacağıq, hansı hissəyə diqqətli olmaq lazımdır və s. İndi isə gəlin qulaq asaq və listeningə qulaq astığımız zaman mən sizə transkripti göstərəcəm ekranda. Siz transkriptə baxaraq və ya screen eləyib saxlayaraq suallara baxıb yenidən qulaq asa bilərsiniz. Gəlin indi başlayaq qulaq asmağa. I still can't believe how amazing the Harmony Music Festival was today. My ears are still buzzing. Mine too, Emily. I didn't expect the festival to be that crowded. And with so many stages and performances, I felt uncertain about where to start. Same. I think my favorite part was the indie band that played in the afternoon. Their lead singer had such a unique voice, and the audience seemed absorbed in their performance. Oh, yes, and their last song was incredible. I was surprised by how emotional it was. You could see the whole crowd getting quiet during that moment. I also loved the food area. That Thai noodle stand was delicious. I didn't try that one, but the vegan burger I got was surprisingly good. I'm not usually into vegan food, but it tasted great, and it was fresh and filling. I would definitely give it a try again next time. Did you get to see the circus performance on the main stage? The acrobats were incredible. Only the last 10 minutes, but even that was amazing. The flips, the juggling, the moves, it felt like a real spectacle. And the fireworks towards the finish took me by surprise. I wasn't expecting them at all. They made the whole sky look like a painting. Absolutely. The only thing I didn't like was how crowded the metro was afterwards. We could barely move. True, but it was worth it. I feel like we still missed some performances, though. Definitely. With so many artists, it's impossible to see everything in one day. Then we should buy 2-day passes next year. Great idea. I'd love to come back and explore more of the festival. Gəlin indi isə başlayaq suallara cavab verməyə. Deməli, birinci sualda başlayırıq. Dialoqda hansı fikir doğrudur? Dialoq əsasən hansı fikri götürmək lazımdır ki, yəni orada mətndə göstərilib bu. John was overwhelmed by the large number of stages. Deyir, John səhnələrin çoxluğundan təsirlənmişdi. Yəni orada çoxlu səhnə var və o bilmir ki, hardan başlayacaq. Ona görə məsələn C variantı yanlışdır. Burada deyir completely confident. Tam əmin idi ki, səhnə hardadır. Birinci deyir, məndə çaşqınlıq yaratdı ki, səhnələr çoxdur və harda başlayacaq. Hətta orada belə bir cümlə işlədir ki, so many stage and performance, I felt uncertain about where to start. Yəni əmin değildim səhnə hardan başlayacaq. Ona görə cavab A variantı olur. İkincidə cümlənin ardını tamamlamalıyıq. Deməli, burada soruşur ki, India qrupunun tamaşaçıları neynəmişdi? Burada cavab olacaq D variantı. Seem totally immersed in music. Yəni, musiqiyə qərq olunmuş kimi görünürdülər. Onlar o qədər mahnıya adaptasiya olublar, yəni fanatlıq edirlər ki, hər biri musiqiyə qərq olunmuş görünürdü. Digərlərində bəyənmədi, yarıda kəsdi, emosional cəhətdən yoruldular, demək olar ki, eşitmirdilər falan, inkardır. Bir dənə müsbət cavabımız var, o da D variantı olur. Ona görə bu sualı həll elədik. Keçirik üçüncüdə. Deməli, mətndən aydın olan fikir.
Cavab olacaq A variantı. John skipped the dish at the Thai noodle stand. Deyir ki, John açıq orada da qeyd edir ki, I didn't try that one. Mən heç birinin dadına baxmadım noodle'lardan. Ancaq deyir, mən sadəcə burger yedim, vegan burgeri. Əslində vegan olmasam belə, o çox dadlı idi və mən onu yenidən yoxlayacağam. Amma noodle yediyini demir. Burada da skipped, yəni ki, o noodle sınamadı. I didn't try that one deyir. Deməli, ilə cavabımız olacaq burada da A variantı. Keçirik 4-cü suala. 4-cü sualda deməli, nə idi onu təəccübləndirən? Festivalın sonunda nə təəccübləndirir onu? Deyir ki, fireworks. The fireworks took me by surprise. İşıqlar, fişənglər, yəni məni məndən aldı da, məni təəccübləndirdi. Ona görə də işıq şovu. Cavab olacaq burada B variantı. Mətnə qayıdıb həmin hissələrə də baxa bilərsiniz. Və 5-ci sualda. How many days did their festival? Neçə gün davam eləyəcəyi ilə bağlı var idi. 2 day passes next year. 2 günü əhatə eləyəcək. Ona görə burada da C variantının cavabı var. Neçə günlükdür? 2 gün davam eləyəcək. Ona görə cavab olur. Burada da C variantı. Beləliklə bütün sualları həll eləmiş olduq. İndi isə gəlin keçək mətn suallarına. Deməli, mətnləri necə yazırıq? Oxumadan, tərcümə etmədən, sadəcə cümlələri mətnlərin içində axtararaq cavabların doğru və yanlış olduğunu. Biz burada limitli vaxt çərçivəsində işləyirik deyə bizə oradakı mətnin haqqında ümumi məlumat lazım deyil. Bizə mətndə nəyin dəqiq doğru olub olmadığını bilmək lazımdır ki, hansı variantı götürək vaxt probleminə görə. Deməli, başlayırıq birinci sualdan. Cümləmizi oxuyub tərcümə eləyirik. Deyir ki, deməli, Belfort became attractive partly because housing was cheap and transport worked well. Deyir, Belfort qismən mənzil ucuzluğu və nəqliyyatın yaxşı işləməsi səbəbindən cəlb edici idi. Yəni, insanları buna görə cəlb edirdi ki, because housing was cheap, evlər ucuz idi və nəqliyyat yaxşı işləyirdi. Mən bu cümləni mətndə axtarıram və təbii ki, başdan birinci abzasa baxmalıyam. Burada deyir ki, many families, çox ailələr moved to there, ora köçürdü. Because, çünki evlər affordable, əlçatan idi, yəni qiymət baxımından və public transport, ictimai nəqliyyat daha etibarlı idi. Ona görə cavabımız olacaq A variantı. Sadəcə sözləri attractive və deməli, work well-lə əvəz eləyiblər, was cheap-lə əvəz eləyiblər. Demək olar ki, eyni cümlədir. İkinciyə baxıram. During the financial crisis, deməli, maliyyə böhranı zamanı, bu gördüyünüz söz bələdiyyədir, municipalate, bələdiyyə, increase spending on, bələdiyyə deməli xərcləri, təmir xərclərini artırır yazıb, increase. Deməli, maliyyə böhranı zamanı bələdiyyə məhəllələrin təmirinə xərcləri artırır. Baxıram bu cümləyə. Investment sözü görürəm burada, mətnə bu hissəyə və municipalate sözünü tapıram bələdiyyə sözünə. Çünki açar sözüm budur. Cut var burada, kəsmək. Deyir, bələdiyyə xərcləri kəsir. Yəni, azaldır sürətlə. Artıq getdikcə xərcləri, məhəllələrin təmirinə ayrılan xərcləri azaldır. Burada isə increase yazıb artırır. Deməli, cavab olacaq B variantı. Dediyim kimi, açar sözləri tapsaz sürətli şəkildə həll eləyə bilərik. Üçüncü suala baxırıq. The recovery plan included support for small business. Deməli, cümlədə deyir ki, bərpa planına kiçik bizneslərə dəstək də daxil idi. Bərpa planı, şəhəri yəqin ki, yenidən bərpa eləyəcəklər və buna daxildir kiçik bizneslərə dəstək planı. Gəlin bu cümləni də mətndən axtaraq. Ümumiyyətlə, şəhərin bərpası ilə bağlı olan hissəyə baxmalıyıq ki, harada şəhəri bərpa eləyirlər və plana nələr daxildir. Deməli, bərpa planları ilə bağlı bu hissədə məlumat var. Deməli, local authorities introduce a recovery strategy focus on education and bəli, deməli, burada qeyd olunur ki, recovery plan, strategiya planı təklif olunur və təhsilə, bir də biznesə dəstək olmaq üçün training proqramları yaradılır, hansı ki, işsiz şəxslərə dəstək olmaq üçündür və onların tax reductions, yəni onların vergilərini azaltmaq üçündür. Kiçik kampaniyalara dəstək üçün təklif olunur kiçik kampaniyalara ki, onların vergiləri azaldılsın, işsiz insanlara dəstək olunsun, belə bir training proqramları yaradır. Və bunların hamısı deyir dəstək üçün idi, sadəcə immediately həll eləmədi problemi, yəni dərhal həll eləmədi, ancaq onlara kömək etdi ki, şəhəri yenidən qura bilsinlər proyekti. Ona görə deməli doğru cavab olacaq. A variantı. Dördüncü suala baxırıq. The passage say that most citizens participate in crime.
Mətndə deyilir ki, vətəndaşların əksəriyyəti cinayətdə iştirak eləyib. Cinayət sözünü axtarmalıyam. Baxaq görək, şəhərin əksəriyyəti həmin cinayətdə iştirak eləyir, yoxsa yox. Baxın, bu hissədə qeyd olunur ki, baxmayaraq ki, the majority of citizens were not involved in crime, not yazır. Şəhərin əksəriyyəti, şəhər əhalisinin əksəriyyəti, not involved in crime. Deməli, iştirak eləmədiyini yazır. Burada isə yazır ki, iştirak eləyib. Onda deməli, cavab olacaq B variantı. Bu da yanlışdır. Keçirik 7-ci suala. 7-ci sualda nə deyir? Cümlənin ardını tamamlayaq. New projects and renewed confidence in Belfort were supported because the city cümlənin özünə nə deyir? Deməli, yeni proyektlər, yeni layihələr və Belfortda yenilənmiş inam dəstəkləndi. Yəni, Belfortun qurulmasına inam var idi. Yeni layihələr və həmin o inam sayəsində deyir, bunlar dəstəkləndi. Çünki şəhər, indi variantlardan da tapa bilərik. A variantı, otellər, bahalı otellər tikilir. İndicə biz o baxdığı həmin hissə hansı ki, qeyd olunmuşdu ki, şəhərin bərpası üçün hansı sənayilər, məsələn, industrial areas, bu hissələri silim, yenidən işarəliyim, diqqətlə baxın. Deməli, İndi baxdığımız həmin bu hissə. Old industrial areas were converted into space for technology, workshop, art studio, community events. Bu hissələrə çevrilir. Şəhəri yenidən qururlar və şəhərin köhnə hissələrini, hansı ki old industry yerləri olub, köhnə sənaye yerləri, bunları müasir texnologiya workshoplarına, art studiolara və s. çevirirlər. Burada bahalı otellərin tikilməsi falan heç bir şey yoxdur. Onda A variantı yanlış olacaq. B variantında deyir ki, convert former industrial zones into new functional space. Elə B variantı doğru cavabdır. C-də deyir ki, yeni moved its factories, another country, başqa ölkəyə köçürür. Heç bir ölkəyə köçürmür. Əksinə, şəhərin özünü yenidən qururlar. Sonra məktəbləri bağlamaq. Yoxdur burada belə bir şeylər. Increase heavy industry deyir ki, ağır sənaye istehsalının əvvəlki səviyyə çatması mümkün deyil, previous level. Çünki şəhər hələ yenidən qurulur. Ona görə də ən məntiqli cavabımız olacaq B variantı. Çünki bu cümlənin özünü də tapdıq orada. Hansı ki, bu köhnə industri zonalar nələrə çevrilirdi? İndicə həmin hissəni oxuduq. 8-də. Deməli, mətnə əsasən bu suala cavab verəcəyik. Belfortun imicinin pisləşməsinin bir səbəbi də bu idi. One reason. Nə idi səbəb? A variantına deyir ki, ictimai nəqliyyat tamamilə fəaliyyətini dayandırdı. Baxaq görək tamamilə dayandırır, yoxsa yox. Bayaq ictimai nəqliyyat haqqında bu biri hissədə, bu biri abzasda hansısa bir cümlə görmüşdük. Amma orada onların tamamilə dayandırdığını yazmır, fəaliyyətini. Burada fəaliyyəti tamamilə dayanan sadəcə bəzi zavodlar olub. Amma heç bir ictimai nəqliyyatın fəaliyyətini dayandırması yoxdur. Onda deməli A variantı yanlış olacaq. B variantına baxıram. Factories were modernized and expanded. Deyir ki, fabriklər modernləşdirdi və genişləndirildi. Amma burada imicinin pisləşməsi deyir. Biz yaxşı bir şey yaza bilmərik. Bu da getdi. C variantına people refused to use schools and clinics. İnsanlar deyir, imtina edirdi məktəb və klinikaların istifadəsindən. Mənfi bir şeydir. Baxa bilərik buna. Mətndə axtararaq. Digər varianta baxaq. Bütün məhəllələr, bütün şəhər sakinləri yəni başlamışdı tərk edilməyə. Bu da ola bilər, amma yenə də deyirəm, bizdən səbəb soruşur ki, şəhərin imicinin pisləşməsinin səbəbi nə idi? Məsələn, o insanlar oranı niyə tərk edirdi? Y variantı deyir ki, şəhər bəzi mənbələrdə təhlükəli ərazi kimi təsvir olunmuşdu, təhlükəli bir yer kimi qeyd olunmuşdu. İndi baxaq görək bunlardan hansı doğrudur? Yəni, həqiqətən şəhər təhlükəlidir, yoxsa yox? Deməli, şəhərin görünüşü haqqında, təhlükəsizliyi və s. buradan qeyd olunur. Yəni, şəhər niyə tərk olunub insanlar tərəfindən? Investment aşağı düşüb, bələdiyyə xərcləri kəsib, boş binaların sayı artır və şəhər getdikcə axşamlar, deməli, unsafe bir əraziyə çevrilir. Unsafe də təhlükəli bir ərazidir. Yəni, artıq təhlükəli olmağa başlayır şəhər. Ona görə də cavabımız olacaq Y variantı. Şəhərin imicinin korlanmasına səbəb olan şeylərdən biri də onun təhlükəli olması idi. Ona görə cavab oldu Y variantı. 9-dakı kontrakt sözü, müqavilə. Müqavilə də official work agreements, yəni rəsmi iş müqavilələri, razılaşmaları. 10-cu suala baxırıq. Deyir, hansı sualın cavabı var mətndə dəqiqliklə? Biz bu sual tipində nə etməliyik? Əsas birinci sualları oxumalıyıq. Niyə? Necə, nə üçün, nə vaxt və s. Bu sual əvəzliklərini düzgün tərcümə etməliyik ki,
görək hansı hissəyə fokuslanmalıyıq. Məsələn, birdə deyir, niyə bir çox gənc Belfordu tərk elədi? Baxın, bu hissədə Belfordu tərk eləyir. Young adults şəhəri tərk eləyir. Niyə? Unemployment səbəbindən. İşsizlik artır və insanlar tərk etməyə başlayır. Onda birin cavabı var. 2-də deyir, what actions were taken to support employed worker? İşləyən işçiləri dəstəkləmək üçün hansı tədbirlər görülüb? İşçiləri dəstəkləmək üçün heç bir şey görülməyib və əhali şəhərdən çıxır. 3-də maliyyə böhranının şəhərə bəzi müsbət təsirləri nələrdir? Pozitiv tərəfləri yoxdur. Əksinə cəmaət şəhəri tərk edir, şəhər xarabalığa çevrilir. 4-də bərpa strategiyası başladıqdan sonra köhnə sənaye sahələrindən necə istifadə edilirdi? Necə? Bayaq dediyi art-shopa çevrilirdi, yeni texnologiya mərkəzləri yaradılırdı və s. 1-4-ün cavabı var. Və 5-də sakinlər şəhərin ümumilikdə hansı dərsi aldığına inanırlar. Şəhər hansı dərs alıb? Burada sonuncu belə bir cümlə var. Deyir ki, while challenge remained, Belfort experience show that targets population loop. Bu hissəydi. Yox, budur. Many residents believe the city has learned important lesson. Deyir, çox sakin inanır ki, Belfort şəhəri mühüm bir dərs aldı. Urban decline is not only an economic issues but also social one. Yəni şəhər əhalisi təkcə ekonomik durum üçün yox, həmçinin sosial birlik üçün də vacibdir. Deməli, şəhərin bu dərsi çıxardığına inanırlar. Onda cavab olacaq 1, 4, 5. 3 dənə variantımız düz gəldi. Və beləliklə birinci mətni bitirdik. İndi eyni qayda ilə keçirik ikinci mətni yazmağa. İkinci mətndə də biz oxumadan, tərcümə etmədən sadəcə cümlələri bu cür axtarıb, açar sözlərlə mətnlərdə taparaq həll eləmiş olacaq. Gəlin başlayaq 11.1-dən və bilirsiniz ki, bu sualların hamısını yazan 1 bal alır. Əgər bu 11-ci və 6-cı sualda birini səhv yazsa 0.5 bal, ikisini səhv yazsa 0 bal alacaqsınız. Başlayırıq 11.1-dən. Birinci cümləmizi tərcümə eləyək və mətndə axtaraq. Remote work become possibly partly because of technology development. Deyir, uzaqdan işləmək qismən texnoloji inkişaf sayəsində mümkün olmuşdur. Yəni, uzaqdan işləmək nəyin sayəsindədir? Təbii ki, texnologiyanın sayəsində. Biz necə evdən işləyə bilərik? Texnologiyanın sayəsində, kompüterlərlə, telefonla, planşetlərlə və s. Yəni, burada isə deyir ki, qismən, partially, because of technology development. Gəlin bu cümləni mətndə axtaraq, görək həqiqətən bu cümlə təsdiqini tapırmı, yoxsa yox. Baxın, elə başdan birinci, ikinci cümlədə qeyd olunur. Deyir ki, bir neçə ildir, son illərdə artıq evdən işləmək, məsafədən işləmək çox ölkədə artır. Improvements in digital technology, rəqəmsal texnologiyanın üstünlükləri sayəsində, sürətli internet əlaqəsi sayəsində, geniş yayılan kommunikasiya vasitələri sayəsində İnsanlar evdən və başqa yerlərdən işlərini idarə eləyə bilirlər. Bu artıq mümkündür. Deməli, texnologiya qismən yazır burada. Bax, bir söz cümlənin mənasını tamamlayır, dəyişir. Qismən deyil, tam şəkildə olmalıydı. Ona görə cavabımız olacaq B variantı. Keçirik ikinci cümləyə. İkinci cümlədə the passage states that all employees are... Deyir ki, bu mətndə deyilir ki, bütün işçilər evdən işləyərək məhsuldar olurlar. Bütün işçilər mümkün deyil heç vaxt ki, hər kəs evdən idarə eləyə bilsin və məhsuldar olsun. Həmişə yadda saxlayın, cümlələrdə all, only, the whole əvəzlikləri varsa, bu ədatlar varsa, demək orada bir siqnal verir ki, diqqətli olun, bu cümləni mətndə axtarın. Görün, bütün işçilər həqiqətən məhsuldar ola bilər. Özümüzə də biraz absurd gəlir yəqin ki, artıq başa düşürsünüz ki, bu variant yanlış olacaq. Çünki hər kəsin evdən işləyərək deməli, produktiv olması, yəni məhsuldar olması mümkün deyil. Bəzi insanlara xasdır, bəzilərinə isə yox, ona görə yanlış olmuş ola bilər. İndi gəlin cümlənin özünü tam şəkildə mətndən tapaq. Gördüyünüz kimi cümlənin eynisini buraya yazıblar. Moreover, not all employers. Hamısı yox. Deməli, hər kəs vaxtını rahat idarə eləyib, birbaşa effektiv şəkildə işləyə bilmir. Not yazıblar bura. Əvvəldəki inkarı isə burada cümlədə qeyd eləməyiblər. Ona görə cavabımız burada da olacaq B variantı. Üçüncü suala baxırıq, cümləyə baxırıq. One benefit of remote work is lower cost for companies. Deyir, uzaqdan işləməyin bir üstünlüyü şirkətlər üçün xərclərin daha aşağı olmasıdır. Təbii ki, bunu mətndə axtarmasaq belə bilirik ki, doğrudur. Uzaqdan işləyəndə, məsələn, arenda, icarə haqqı vermirik, əlavə kommunal xərclərimiz olmur və s. 4-ə baxırıq.
Mətndə deyilir ki, məsafədən iş ünsiyyət problemlərini tamamilə aradan qaldırır. Mümkün deyil. Əksinə, məsafədən iş ünsiyyət problemləri yaradır insanlar arasında. Hətta burada da qeyd olunub ki, onun burada bir əsas üstünlüyünü yazıb, bir də əlavə disadvantage-ni yazıb ki, kommunikasiya problemləri yaranır. Arise, artır, azalmır. Ona görə də cavabımız oldu B variantı. Keçirik 12-ci suala. 12-ci sualda deməli cümlənin ardını tamamlamalıyam. Mətndə qeyd olunan məsafədən işləməyin çətinliklərindən biri də budur. Görək hansıdır məsafədən işləməyin çətinlikləri? A variantı. Uzun məsafələrə səyahət etməyə ehtiyacı. Burada niyə belə problem olsun? Əksinə bu bunun üstünlüyüdür ki, uzaq məsafələrə səyahət edib uzaq məsafədən işləyə bilərik. B variantı. Ofis icarələrinin artması. Əksinə bu onun yəni əlaqəsi yoxdur. Burada bizə çətinliyindən danışır. Məsafədən işləməyin çətinliyi nədir? Ofis icarələri artmır. Əksinə məsafədən işləyirsə biz bunu ödəmirik. C variantı. Deməli, limited social interaction deyir ki, həmkarlarla məhdud sosial qarşılıqlı əlaqə. Okay, limited bu ola bilər hardasa. D-də internetə çıxışın olmaması, əksinə, yəni internet 100% sürətli olmalıdır və Y variantı iş yerində sərt qaydalar, belə bir şey yoxdur. Deməli, cavabımız olacaq C variantı. Kolleqaların arasında məhdud sosial qarşılıqlı əlaqələr yaranır. Limitli qarşılıqlı əlaqələr olur. Çünki kommunikasiya zəifləyir. Onlar bir-biri ilə görmür, ünsiyyətdə olmur, məsafədən işləyirlər. Ona görə də bu onların yaratdığı əsas problemlərdən biridir. Mətndə də bayaq göstərdiyim hissədə kommunikasiya problemlərini qeyd etmişdi. Yenidən baxa bilərsiniz. 13-cü suala baxırıq. Remote work may reduce productivity. Deyir ki, uzaqdan iş məhsuldarlığı azalda bilər. Çünki niyə azalda bilər? Gördüyünüz kimi bəziləri o qədər məntiqi suallardır ki, biz mətni oxumağa belə ehtiyac duymuruq. O cümlələrin düzdür, yoxlamalıyıq, amma yəni 90% bilirik ki, doğrudur. 10% dəqiqliyini yoxlamaq üçün baxa bilərik mətndən. Amma həqiqətən məntiqə çox uyğun şeylər olduğuna görə vaxtımız getməsin deyə sürətli şəkildə də yaza bilərik. Deməli, burada deyir, uzaqdan iş məhsuldarlığı azalda bilər. Səbəb nədir? A variantı. İşçilər həddindən artıq nəzarət altındadırlar. Əksinə, nəzarətdən kənardılar. Ona görə getdi A variantı. B-də deyir, ofis avadanlığı həmişə əlçatan deyil. Okey, ola bilər ki, məhsuldarlığı azaltmaq üçün bu bir səbəb olsun ki, ofis avadanlıqları əlçatan deyil və mən məhsuldarlığı aşağı salıram, işləyə bilmirəm evdən. C variantı. İşçilər daha uzun saat işləməli olurlar. Əksinə, evdən daha az saat işləyirlər. Deməli, C də yanlışdır. D variantı. Şirkətlər rəqəmsal vasitələrdən istifadə etməkdən imtina eləyirlər. Rəqəmsal vasitə, əksinə şirkətlər rəqəmsal vasitələrlə, yəni mümkündürmü hansısa şirkət texnoloji avadanlıqlar rəqəmsal vasitələr olmadan işləsin? Bu da yanlış olur və Y variantı qalır. Deyir, ev mühiti diqqəti yayındıran amillərlə əhatə olunmuş ola bilər. Yəni ev mühitində bizim diqqətimizi dağıdacaq nələrsə ola bilər ki, buna görə məhsuldarlığımız azalsın. İndi qaldı 2 variant. Bir avadanlıq məsələsi, bir də evdəki diqqətimizin yayınması. Gəlin mətndən bu cümləni axtaraq. Görək bizim productivitimizə deməli, təsir göstərən o şey nədir? Another important issue is the impact of remote work on productivity. While some studies suggest that employees become more productive in a comfortable home environment, others argue that distractions at home can reduce efficiency. Bəli, deyir, bəziləri qeyd edir ki, ev şəraiti rahat işləmək üçün, digərləri isə mübahisə edir ki, evdə diqqətim daha çox azalır, yəni daha çox işimə fokuslana bilmirəm. Such as family responsibilities, ailə deməli, məsuliyyətlərinə görə, lack of dedicated workspace, yəni işə tam fokuslana bilmədiyimə görə, iş zonasından çıxdığıma görə, texnikal problemlərim olduğuna görə, yəni bunlar performansıma mənfi təsir göstərir. O zaman deyirik ki, distraction-da fikrin yayınmasıdır. Elə cavabımız olacaq Y variantı ki, ev şəraiti insanların fikrini yayındırır. Equipment sözü olmadığına görə cihaz mənasında, ləvazimət mənasında bir şey tapmadığımıza görə mətndə B variantını yazmırıq. 14-ə baxırıq. Flexibility bilirsiniz ki, dəyişkən deməkdir. Yəni, flexible-da elə Azərbaycan dilində bu sözü işlədirik. Çeviklik, tez-tez dəyişən. Mətndə də bu sözü işlədiblər zaman mənasında yəqin ki, yəni flexible time-dır. Dəyişkən vaxt mənasında. İndi hansı variant buna uyğun ola bilər? A-da ciddi nəzarət nə əlaqə? B-də asanlıqla uyğunlaşma qabiliyyəti, yenə nə əlaqə? C-də sabit qrafik, sabit yox, dəyişkən qrafik olmalıdır. Əslində fix dəyişməkdir, dəyişkən cədvəl. C variantı doğru olacaq.
Physical deyil, financial deyil. Elə C variantıdır. Bəli, flexibility dəyişkən, yəni fix schedule, dəyişən bir cədvəl. Ona görə oldu C variantı və gəldik mətnimizin sonuncu sualına. Sonuncu sualımızda da deyir, mətndə hansı sualların cavabı var? Baxaq görək, hansı sualın cavabı var. Deməli, 1. Why has remote work become more rare? Niyə uzaqdan iş getdikcə nadir hala gəlir? Nadir yox, ümumi bir hala gəlir. Burada birinci cümləmizdə də var idi ki, artıq bəzi ölkələrdə common olub, ümumi olub. Nadir hala çevrilmir. Onda bir səhvdir. 2-də deyir, uzaqdan iş işçilərə və şirkətə hansı üstünlükləri təqdim edir? Onlar gəzə bilirlər, istədikləri uzaq məsafələrə səyahət edə bilirlər, rahat iş şəraitində işləyə bilirlər, kompaniyalara, yəni şirkətlərə faydası, icarə haqqının olmaması, kommunal xərclər olmaması. Deməli, 2-nin cavabı var mətndə. 3-də, what problems can remote workers experience? Deyir, uzaqdan işləyən işçilər hansı problemlə qarşılaşa bilməzlər? Qarşılaşdığı problemləri yazır, qarşılaşa bilməyəcəyi problemləri isə qeyd eləmir. Onda bunun da cavabı yoxdur. 4-də baxıram. Uzaqdan iş məhsuldarlığa necə təsir eləyir? Hər cür təsiri var, müsbət də, mənfi də. Hər ikisini də orada saymışdı. Müsbətlər hansılardır, mənfilər hansılardır? Onda 2-4-ü götürə bilərəm. Və 5, gələcəkdə hansı iş modeli daha az yayıla bilər? Burada gəlin baxaq görək bununla bağlı, gələcəklə bağlı hansısa proqnoz varmı? Gələcəkdə iş modeli necə olacaq? Daha çox uzaqdan mı olacaq, yoxsa əyani mi olacaq? Gördüyünüz kimi bununla bağlı mətndə heç bir cavab yoxdur. Ona görə elə 2 dənə variantımız uyğun gəlir. O da 2 və 4-cü suallardır. Beləliklə artıq ikinci mətni də yekunlaşdırdıq. Gördüyünüz kimi bu metodlar demək olar ki, bizim İngilis dilini imtahanda 20-25 dəqiqə bitirməyimizə kömək olacaq. Çünki bizim İngilis dilinə ayıracaq maksimum vaxtımız elə 25 dəqiqədir. Yəni bundan çox artırsanız, yarım saatdan sonra, yəni yenə İngilislə məşğul olmağa başlasanız, artıq imtahanda uduzursuz deməkdir. Çünki sizin 50 suallıq məntiq və 25 suallıq informatikanız var. Maksimum 25 dəqiqə İngilis dilini bitirməlisiniz ki, hətta kodlaşdırma və digər deməli məsələlərə də vaxtınız olsun. Belə, ona görə bu metodlardan istifadə eləyin. Keçirik 16-cı suala. Bilirsiniz ki, artıq qrammatika suallarımız başlayır. Qrammatika suallarımızın hər il bir dənəsi 100% zamanlardır. Sual cümləsi, inkar cümlə, məhsul növ və deməli ən çox düşən complete sentence söz önü. Bu 5-6 qaydanı son günlərdə təkrarlayın. Bu sınaqlarda hansı qaydanı zəif yazırsınızsa, hər dəfə dəfələrlə səhv edirsinizsə, o mövzuların izahına baxın. Hələ də vaxtınız və şansınız var. Baxırıq sual cümləsinə. Sual cümləsinə əsas nəyə fikir vermək lazımdır? Quruluşa, struktura, düstur kimi bir ardıcıllığımız var. Sual əvəzliyi, köməkçi feil, mübtəda, xəbər. Buradan da qeyd edirəm sizin üçün. Diqqətlə yadda saxlayırıq. Deməli, bizim sual cümləmizin quruluşu. Birinci gəlir sual əvəzliyi, sonra gəlir ya köməkçi feil, ya da modal feil, hansı olsa cümlədə. Modal feil, sonra gəlir cümlənin mübtədası, sonra isə gəlir cümlənin xəbəri. Bu ardıcıllığa tabe olmalıdır. Baxıram, how much sual əvəzliyi, yaxşı, okey olsun, how much time. Amma cümlənin hardadır burada köməkçi feili? A variantı getdi. How much does he, deməli sual əvəzliyi, köməkçi feil, mübtəda, xəbərə gələndə görürəm ki, has to-dur. Does-la has to olmaz, have to olmalıydı. B variantı yanlışdır. C variantına baxıram, how much time does he have to? C variantı doğru cavab olacaq. D variantına baxıram. How much time does he spend-sin sonundakı s olmamalı. Daxı does-la sual verəndə feilin s-i düşür. Y variantı. How much time bir yerdə. Has to. Bu has to modal feilinin sual inkarı does-la düzəlməlidir. Və arasına heç vaxt söz girə bilməz. Ona görə cavabımız oldu C variantı. Keçirik 17-ci suala. Negativ sentence, inkar cümlə. Demək olar son 3 ildə hər il negativ sentence düşür imtahana. İnkar cümləni necə tapırıq? Cümləni inkara çevirən əvəzlikləri, ədatları, bağlayıcıları əzbərləməliyik. Hansılardır? 3-5 dənədir və hamısı da no, never, nothing olduğuna görə demək olar ki, hər kəs tərəfindən rahat başa düşülür. Baxıram cümləyə. Deyir ki, verilən cümləni çevirməliyəm. Jane shoppingi özü edir. Bacısı da, yox, Jane-in bacısı özü edir, Jane də həmçinin. İndi deməliyəm ki, Jane shopping edə bilmir, bacısı da həmçinin edə bilmir. Bu cür inkara çevirməliyəm. A variantına baxıram. Jane's sister never doesn't shopping. Bilirəm ki, bir cümlədə 2 inkar olmaz. Bu getdi. B variantı.
Jane's sister doesn't do shopping herself. Neither does Jane. Bəli, B variantı doğrudur. İnkara çevirmişəm doesn't. İfadə do shoppingdir. İkinci tərəfə inkara çevirmişəm. İnkar cümləyə inkar cavab verəcəm. Burada so do I, so does Jane verdiyi kimi burada da neither does Jane verəcəm. B doğrudur. C variantında yanlış nədir? İkinci tərəfdə təsdiq veriblər. Burada inkar olmalı idi. Çünki either inkar cümlənin sonunda işlənir. D variantına baxıram. Birinci tərəfdə does'dan istifadə ediblər, amma ikinci tərəfdə has'dən. Birincinin köməkçi feilindən, modal feilindən istifadə olunmalıdır. Və Y variantında çox kobud bir səhv to gəlib. To təsdiq cümlələrin sonunda işlənir, amma burada neither nor kimi inkar bir cümlənin sonunda veriblər. Onda deməli cavabımız oldu B variantı. 18 modal feil. Modal feildə demək olar keçən 2024-ün modelində 25-in qəbulunda və bu ildə qarşımıza çıxa bilər deyə diqqətli olmalıyıq. Modal feillərdə nəyə fikir veririk? Özündən sonra to gəlir, gəlmir, sualı inkarı nə ilə düzəlir? Bu kimi şeylərə fikir versə kifayətdir. Deməli, deyir ki, niyə sən gəlmədin? O da deyir, mən indi deyəcəm ki, gələ bilmədim. Çünki burada yaxı özü qeyd edir gəlmədiyini. Çünki anama kömək etməli idim. Keçmiş zamandadır. Baxın, did verib. Onda indiki zamanı çıxıram. Must getdi, have to getdi. Able-on to-su yoxdur. Gördüyünüz kimi boşluqdan sonra da to qoymayıblar, getdi. Burada da able-on to-su yoxdur. Birinci boşluqda da to qeyd olunmayıb, getdi. Qaldı cavabımız Y variantı. I couldn't, gələ bilmədim. Because I had to help mother with her work. Mən anama işlərində kömək etməli idim. Had to, keçmiş zamanda malı-məli deməkdir. 19-cu suala gəlirik. Logical correctdir, yəni məntiqi sonluq. Mother was so pleased with her son's results. Ana oğlunun nəticələrindən razı idi və nə edəcəyindi? Müəllimləri günahlandırmağa gedir. Qərar verir ki, təşəkkür etsin müəllimlərə. Bəli, bu variant doğrudur. Oğlunu cəzalandırmağa qərar verir. Ona məktəbə getməyə didn't let icazə vermir, yoxsa onu danlayır. Təbii ki, müsbət bir şey qoymalıyıq, çünki please məmnundur. Belə testlərdə həmişə pozitiv və negativ sözləri ayırın. Və bilin ki, müsbət mənalıdırsa, müsbət bir şey olmalıdır. Mənfidirsə, mənfi olmalıdır. Gəlirik 20-yə. 20-də deməli, choose a correct variant. Doğru variantı tapacağıq. İsim, feil və deməli, yenidən isim versiyalarını tapmalıyam bir sözün. Deyir ki, bu zavodun, burada görürəm yəli hallar. Bu zavodun nəyi? Məsələn, production'ı, istehsalatı. Onda cavab ola bilər ya B ya da D. Bu zavodun istehsalatı günü-gündən artır. İndi o feil gəlib. Axı özündən sonra nə gəlməlidir? Cümlənin mübtədası var burada. Feili yoxdur amma. Feil gəlməlidir. O istehsal eləyir. Produces. O istehsal eləyir. A lot of, çoxlu, yüksək deməli, səviyyəli, yüksək keyfiyyətli məhsullar, productslar. Deməli, cavab oldu D variantı. Burada da dediyim kimi cümlə üzvlərinin müəyyən eləsəz ki, burada feildirmi, burada isimdirmi, burada sifətdirmi, o cür yerinə rahatlıqla qoymaq olar. Belə, bugünlük hələ ki bu qədər. Ümid edirəm hər şey aydın oldu. Aydın olmayan hissələr, sualınız yarandığı hissələr varsa rəylərə qeyd edə bilərsiniz. Hər birinizə uğurlar, növbəti videolarda görüşərik. Hələlik.